Növbəti xəstəmiz, bugün əməliyyat eləyəcəyimiz 56 yaşında kişi bir xəstədir. Bugünkü neyrocərrahi patologiyamız baş beyin damarlarının anevrizmasıdır. Xəstəmizdə sol orta beyin arteriyasının anevrizması aşkarlanıb, aşkarlanma şəkli beyinə qan sızma ilə bağlıdır. Bu xəstələrin ən çox rast gəlinən şikayətləri kəskin baş ağrıları, ürək bulanma, qusma və huşun qısa müddətli itməsi olur. Xəstələrdə bu patologiyanı ortaya qoymağın yolu instrumental müayinədir. Xəstələrə ilkin olaraq baş beyin KT müayinəsi icra olunur. Burada qansızma aşkar olunduqda beyin damarları üçün əlavə olaraq 3D KT anjiyo müayinəsi icra olunur. Bu müayinədə görünür, biz icra eləmişik, sağ orta beyin arteriyasında kisə şəkilli anevrizma aşkarlanır. Əməliyyat öncəsi planlamada bu müayinələr ətraflı incələnir və buna görə beyin cərrahı həmin problemə gedən cərrahi yolu müəyyənləşdirir. Xəstəmizə biz sağ tərəfli, sağ orta beyin arteriyasının anevrizma aşkarlandığından, anevrizma budur, göründüyü kimi orta beyin arteriyası gəlir və onun ikiyə böldüyü yerdə belə bir patoloji kisə vardır. Sağ tərəfli frontotemporal kraniotomiya icra edib bu anevrizmanı klipləməklə xəstənin həyatı xilas olunur. Təkrar qanama riski aradan qaldırılmaqla.